Paytaxtın Sabunçu rayonunun tabeliyində qəsəbə statusuna malik olan Maşdağa tarixən Bakının Buzovna, Bilgəh, Nardaran, Kürdəxanı, Məhəmmədi, Zabrat, Ramana və Binə kəndləri ilə qonşu olub. Abşeron yarımadasının şimal-şərqində yerləşən Maşdağa həm ərazisinin genişliyinə, həm də əhalisinin sayına görə Bakının ən böyük kəndlərindən biri hesab olunur. Maşdağa toponiminin mənasına gəlincə, kəndin adının mənası ilə bağlı müxtəlif tezislər var. Amma bunların ən əsaslısı türkdilli Massaget tayfası ilə bağlı olan versiyadır. Azərbaycan tarix elminin banisi Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə qələmə aldığı Gülistan-ı İrəm əsərində qeyd edir ki, Maşdağa sözünün mənası Massaget tayfasının adı ilə bağlıdır. Tarixə nəzər salanda görürük ki, həqiqətən də 5-ci, 6-cı əsrlərdə türkdilli Massagetlər Azərbaycan ərazisində, eləcə də Abşeron yarımadasında məskən salmışdılar. Bakıxanov digər bir versiyada isə göstərir ki, Maşdağa sözü Məşədi Ağa ifadəsinin zamanla təhrif olunmuş formasıdır. Kəndin adının mənası ilə bağlı tezislərdən biri də toponimin əvvəllər məşqətə formasında olması fikridir. Çünki bəzi tarixi mənbələrdə və kənddəki bir sıra tarixi abidələrin üzərində kəndin adına məşqətə formasında təsadüf olunur. Amma bu barədə bir qədər sonra. Maşdağa kəndinin adının mənası ilə bağlı tezislərdən hansının düzgün olduğunu dəqiq bilməsək də, ortada bir həqiqət var. Bu da Maşdağanın qədim bir yaşayış məntəqəsi olmasıdır. Bunu kənddə yerləşən tarixi abidələr də təsdiq edir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, qədim dövrlərdə Maşdağa kəndində 36 məscid və 4 pir olub. Bu da o deməkdir ki, keçmişdə Maşdağadakı məscidlərin sayı içəri şəhərdəki məscidlərin sayından daha çox olub. Maşdağa kəndinin əsas ibadət evində, Cümə məscidindəyik. Bu Cümə məscidi 19-cu əsrin sonlarında inşa olunub. Məscid 19-cu əsrin sonlarında inşa olunsa da, amma bunun yerində ibadət evinin yerində daha bir məscid olub. Yəni 1414-cü ildə inşa olunmuş Ərqutay məscidi. Mənbələrdə göstərilir ki, tarixi Maşdağa qalası da məhz bu ərazidə olub. Tarixi Maşdağa qalası 1842-ci ildə Bakıda baş vermiş güclü zəlzələ zamanı tarixin yaddaşına qovuşub. Maşdağa qalası zəlzələ zamanı dağılsa da, onun bir bürcünün qalıqları ötən əsrin 30-cu illərinə kimi gəlib çatıbmış. Qalanın orta əsrlərdə, təxminən 12-ci yüzillikdə inşa olunduğu iddia olunur. Maşdağa qalasının daxilindəki qədim məscid isə 15-ci əsrdə Maşdağalı memar Ərqutay İbn Hacı Xəlil Əl-Məşqədəh tərəfindən inşa olunub. 1414-cü ildə tikilmiş bu məscidə kənd sakinləri Birə Ərqutay məscidi deyib. Azərbaycan Sovet Ensiklopediyasının 6-cı cildində göstərilir ki, bu ibadət evi Şirvanşah hökmdarı 1-ci İbrahimin göstərişi ilə tikilib. Hazırda Maşdağa Cümə məscidinin və ya qədim adı ilə Birə Ərqutay məscidinin daş kitabəsi Şirvanşahlar Sarayının fondunda mühafizə olunur. Uzun illər Maşdağa kəndinin əsas ibadət evi sayılan Cümə məscidinin ərazisi 1893-1895-ci illər arasında genişləndirilib. Burada təmir bərpa işləri aparılıb. O zaman məscidin minarəsini Ustad Hacıqulu inşa edib. Minarənin divarının yuxarı hissəsində dairəvi formada ayətəl kürsü həkk olunub. Keçmişdə bu ərazidə qədim bir ibadət evinin və qala divarlarının olması Maşdağanın necə bir tarixi yer olmasından xəbər verir. Qaladan söz düşmüşkən onu da qeyd edək ki, 12-ci əsrdə inşa olunmuş tarixi Maşdağa qalası 18-ci əsrin sonunda Bakı xanı 2-ci Mirzə Məhəmməd xan tərəfindən təmir olunub. Əmisi Hüseynqulu xanla hakimiyyət davası aparan 2-ci Mirzə Məhəmməd xan məhz Maşdağa qalasında möhkəmlənmişdi. Bu barədə Paxamov və Abbasqulu Ağa Bakıxanovun qeydlərində də yazılıb. 19-cu əsrdə görkəmli rus alimi İlya Berezin Maşdağaya səfər edərkən bu qala haqqında belə yazmışdı. Bakının şərqindəki kəndlərdə olduğu kimi Maşdağanın da hündür divarlı, zəlzələdə böyük zədə almış əzəmətli bir qalası var. Berezinin bu qeydləri 1849-cu ildə yazdığını nəzərə alsaq, Maşdağa qalasının 1842-ci il zəlzələsində dağılma faktını əminliklə deyə bilərik. Həmin zəlzələ Maşdağada tək qalanı dağıtmayıb. Yüzlərlə yaşayış evi də bu təbii fəlakətin qurbanı olub.
Tanınmış seysmoloq Fuad Sultanov 1958-ci ildə yazdığı Zəlzələlər adlı kitabında qeyd edir ki, 1842-ci ilin 2 yanvarında baş vermiş 5 ballıq zəlzələnin epsentri Maştağa kəndinə düşüb. O zaman kənddə 700-ə yaxın yaşayış evi yerlə yeksan olub. Zəlzələdə dağılan tikililər arasında tarixi abidələr və məscidlər də olub. Məscid demişkən, qədim dövrlərdə Maştağa kəndində hər məhəllənin ayrıca bir məscidi olub. Maştağa kəndinin Xunxar məhəlləsində yerləşən Köhnə Cümə məscidinin qarşısındayıq. Özünəməxsus memarlıq xüsusiyyətlərinə malik bu ibadət evinin 300 ilə yaxın yaşı var. Maştağadakı məscidlərin bəziləri 1842-ci il zəlzələsində dağılıb, bəziləri isə 1930-cu illərin repressiya dalğasının qurbanı olub. Amma buna baxmayaraq, hazırda Maştağa kəndində ondan yuxarı məscid fəaliyyət göstərir. Keçmişdə isə hər məhəllədə bir məscid var idi. Bu ənənə özünü hamam və ovdanlarda da göstərir. Belə ovdanlardan biri də 19-cu əsrdə inşa olunmuş və dövrümüzə qədər gəlib çatmış Əmiraslan ovdanıdır. Bu ovdan onu inşa etdirən şəxsin, yəni Məşədi Əmiraslanın adını daşıyır. Abşeron memarlığında özünəməxsus yerə malik olan ovdanlar qədimdə əhalinin su tələbatının qarşılanmasında əvəzsiz vasitə hesab olunurdu. Amma müasir dövrümüzdə onlardan istifadə olunmadığından hazırda ovdanlar yalnız tarixi abidə əhəmiyyəti daşıyır. Tarixi mənbələrdə göstərilir ki, Bakının ən böyük kəndlərindən biri olan Maştağada 21 su ovdanı olub. Qədim dövrlərdə ovdanların suyu əkin yerlərinə, yaşayış evlərinə və yaxınlıqdakı el hamamlarına daşınardı. Hamam demişkən, Maştağa kəndində tarixən 27 hamam olub. Amma onların az bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Bunlardan biri də yüzilliklərin yadigarı olan tarixi qum hamamıdır. Hamam Azərbaycanda təmizlik, paçlıq rəmzidir. Bakının bütün kəndlərində olduğu kimi Maştağa kəndində də bir hamam var. Əslində bir hamam yox, daha çox hamamlar var. İndi biz hamamlardan birinə gəlmişik. Bu hamam qum hamamı adlanır. Qum hamamı iki hissədən ibarətdir, 2 günbəzi var. Yəni ev arasında buranı qum hamamı adlandırırlar. Tarixi mənbələrdə göstərilir ki, hamam 11-ci, 12-ci əsrlərdə təxminən belə deyək, 11-12-ci əsrlərdə inşa olunur. Qədim dövrlərdə insanlar bu hamama gələrdilər, burada pak olardılar. Bu hamam el hamamı olub uzun illər. Sonra Maştağa kəndinə təbii qazın verilməsindən sonra hamam fəaliyyətini dayandırıb və tarixi abidə kimi qorunur. Maştağada tarixən 3 məhəllə, Seyidlər, Keçənlər və Xunxarlar məhəlləsi mövcud olub. Sonradan kənd böyüdükcə Maştağada yeni məhəllələr salınıb. Hazırda Maştağada 20-dən çox məhəllə var. Sabunçu rayonunun tabeliyində şəhər tipli qəsəbə statusuna malik olan Maştağanın hazırda 46.680 nəfər əhalisi var. Təbii ki, bu rəsmi qeydiyyatda olan əhalinin sayıdır. Qeydiyatsız yaşayanları da nəzərə aldıqda Maştağanın 100 mindən çox əhalisinin olduğu iddia olunur. Maştağadan danışıb bu kəndin qoçularından danışmamaq yəqin ki, günah olar. 1918-ci ilin mart qırğınları zamanı Maştağa qoçuları da silaha sarılaraq bolşevik daşnaq birləşmələrinə qarşı amansız mübarizə aparıblar. Bu mübarizədə əslən Maştağalı olan Qoçu Nəcəfqulunun xidmətləri xüsusi olaraq qeyd olunmalıdır. Bakı şəhərində qoçuluq edən Nəcəfqulu ermənilər şəhərə hücum edən zaman öz vəsaiti hesabına aldığı silah-sursatı cəmaata paylayaraq müdafiə dəstələri yaratmışdı. Ermənilərlə döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərən Nəcəfqulu və silahdaşları minlərlə insanın həyatını xilas etmişdi. Erməni daşnaqları ilə mübarizədə göstərdiyi igidliyə görə Türk ordusunun generalı Nuru Paşa onu ordenlə təltif etmişdi. 1918-ci ilin mart qırğınlarında Maştağanın başpapaqlı kişiləri Qoçu Əzizin rəhbərliyi altında birləşərək döyüşlərdə ermənilərə ağır zərbələr vurublar. Qeyri-bərabər döyüşlərdə misilsiz qəhrəmanlıq göstərən cəsur Maştağalılar ermənilərin kəndə girməsinin qarşısını qətiyyətlə alıblar. Ot kökü üstə bitər deyiblər. Cəsur Maştağalılar sonrakı illərdə də dəfələrlə öz şücaətlərini vətənimizin azadlığı uğrunda nümayiş etdiriblər.
Mərd Maşdağallar 1-ci Qarabağ müharibəsi və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində də böyük şücaətlər göstəriblər. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Maşdağa kəndi Vətən müharibəsində 23 şəhid verib. 1-ci Qarabağ müharibəsində şəhid olan Maşdağalların sayı isə 40-dan çox olub. Burada onların bəzilərinin məzarları yerləşir. Onlara biz Allahdan rəhmət diləyirik. Şəhidlərimizə Allah rəhmət eləsin. Maşdağa həm də görkəmli ziyalıların, elm və incəsənət adamlarının, din xadimlərinin, şair və qəzəlxanların vətənidir. Azərbaycan Sovet Sosialist Respublikasının ilk xalq artistlərindən biri Hacıağa Abbasov, tanınmış şair Böyükağa Qasımzadə, bir sıra teatr tamaşalarında və filmlərdə yer almış Məmməd Sadıq Nuriyev, onun oğlu xalq artisti aktyor Yaşar Nuri, əməkdar incəsənət xadimi Məmməd Əlili, onun oğlu aktyor Qorxmaz Əlili, görkəmli muğam ustadı xalq artisti Əlibaba Məmmədov, tanınmış meyxana ustadı Ağasəlim Çıldağ, Azərbaycanın ilk qadın bəstəkarlarından biri Ağabacı Rızayeva, İkinci Dünya Müharibəsi iştirakçılarından General Heybət Heybətov, Azərbaycanın ilk peşəkar fotoqrafı Mirzəvad Axundzadə tanınmış Maşdağalların sadəcə bir neçəsidir. Maşdağalı ziyalıların sayı o qədər çoxdur ki, onları bir-bir saymaqla sadalamaq üçün uzun bir zaman lazımdır.